Salam aleyküm, hardayam, hökməli, Qov yolunda Ağbazarı keçdin İbrahim Marketə yaxın məsafədə. Yəni demək olar ki, qapının ağzına qədər asfaltdır. Yeri çox gözəl yerdədir. Yəni görürsən hamısı normaldır. Burada yanına piyada 2 dəqiqəlik məsafədədir. 2 dəqiqə çatırsan. Paket qutsa, plus krediti də var. Şəxsi tikilidir. Elə torpaq qiymətinə demək olar ki, ev verilir. Yəni normaldır. Bir dənə burada ayrıca qarajı. Evin de kutsası var, torpağın da kutsası var. Bakın, bir tane burada böyük garajıdır. Yani burada altı pləkanla istəsən razıval kimi eləyə bilərsiniz. Baxın, həyət baca çox genişdir. Altında da bir dənə otağı var. 3 sol tam sənədli ev axtarsansa bura sənin üçün idealdır. Su basenası, qaz, işıq, su, yəni burada hamısı var. Mərkəzi qədər var. Yəni qiymətlər buradan mən bu dəqiqə boylanıram, məktəbi görürəm. Yəni, buradan məktəb görsənir. Yeri normaldır. Qapının ağzına qədər asfaltdan gəlirsən. Yəni, siz qapını da göstərə bilərəm. Problem yoxdur. Onsuz da bir dənə bizdədir bu ev. Buradan gəldik. Yaşanmış evlə. Hal-hazırda da içində neçə vaxt yaşayış yoxdur. Ona görə qəbuldən girdim. Bir dənə burada boydan boya zaldır. Buradan gəldik. Bir dənə burada balaca foyer kimidir. Tamam sanılır. O təmirsizdir. Burada bir dənə böyük yataq otağıdır. Bu ev qoşa daşdır. Demək olar ki 3 daşdır. Bir dənə də burada otağıdır. Ölçülər yaxşıdır baxın. Burada da bir dənə otağıdır. 2 dənə pəncərəsi var. 2 dənə 4 dənə. Qiymət haqqında məlumat verim, sonra bu otağını çəkim. Qiymət 36.000 verirsən, opsi qiymət düşəcək sənə 52.000 manata. Nəqdama 49.000 manata. Sənədli evə görə yaxşıdır. Burada torpağın ən azı kupçalı 11-12 mindir. Buradan da gəldi, baxın. Yəni normaldır. Torpağı elə 34-35 minə bunu torpağı edir. 3 sotdan çoxdur ya. Prosta 3 sot deyirəm. Sağ ol.